ziyillər varsa, deməkdir ki, siz bu HPV virusuna yoluxmusunuz. Bu virusun hansı növü olduğunu genotipdən aşkar edirik ki, hansı növü çıxdı. Yəni bu növünə görə deyirik ki, onkoloji tipdirmi ya yox. Hansı tipin çıxmasından asılı olmayaraq peyvənd olunursunuz. Bu peyvənd bizi uşaqlıq boyunu xərçəngindən qoruyur. Necə qoruyur? Yəni olmayan formalara yoluxmuruq. Bununla yoxlayır. Və bu metodla isə pap smearlə də uşaqlıq boyunundan bir analiz götürürük. Bu analizin məqsədi də uşaqlıq boyunda hər hansı bir hüceyrə dəyişikliyi gedir ya getmir. Bunun haqqında məlumat toplayırıq. Bu cavabımız təmiz olursa, kolposkopiya cavabımız təmiz olursa, bir papillomanın olması o demək deyil ki, bizdə bu dəqiqə xərçəng var. Siz gəldiniz ki, məndə deyiblər, lazerdəki xərçəng var, xərçəng deyil bu. Sadəcə xərçəng yarada biləcək virusdur. Bunun da yaranması üçün müəyyən bir dövr keçməlidir. Amma biz bu dövrdə sakit durmamalıyıq. Biz də qarşıdan o tədbirlərimizi görməliyik. Peyvəndimizi eləməliyik, vaxtınca pap smearimizdir, kolposkopiyamızdır, müayinələrimizdir, bunları eləməliyik. Yaxşı, qorxmayın, yəni qorxuzublar. Sadəcə bilirsinizsə ki, HPV daşıyıcısısınız, vaxtında müayinələrlə, yəni siz onun qarşısını ala bilirsiniz. Ona görə qorxmaq lazım deyil. Götürdük analizimizi və sıvı məhlulda da indi kəsirik, qoyuruq. Bir həftəyə də cavablarınız bəlli olur. Yaxşı.